sevgiyə qiymət verən, sevgiyə dəyər verən bir insanam. O insan ki, sevgini nə ilənsə əvəz eləyirsə, vallahi o insandan salam verməyinə dəyməz belə. Bilmirəm nə üzə oturub, doğru söylüyorsun, tam gözəl söylüyorsun. Allah həyatdan yorulmuşam. Daha mən kimlərdən üz-üzə gəlmədim, kimlərdən neynəmədim, kimdən... Tamam, bax ömrüm, sən dəyər ver o insana ki, o insan sənə dəyər versin. Bir insan ki, sən ona dəyər verdikcə, o dəyərini itirir. Gör, hara getdi çıxdı, hansı yuvaya getdi çıxdı o, hara getdi çıxdı. Mənim Zaur müəllimə böyük hörmətim var. Yəni Zaur müəllimə çox böyük hörmətim var. Hərdən orada sizi qınayır. Valla qınamaz. Bir insan birinə könül verə bilər, bir insan birinə. O sevgi elə bir şeydir ki, o yaşından asılı olmayan bir şeydir ömrüm. İstəyir 50 yaşında olun, 20 yaş olsun. Sevgi elə bir böyük varlıqdır ki, hər zaman hər bir şeyin gözünü kör eləyir, heç nəyi görmür. Ancaq ki, yenə də darıxma, yenə də o səninlədir, o sənə gələcək. Mən bu gecə heç yatmamışam. Mən bu gecə heç yatmamışam. Məni nələr gözləyir, onu da bilmirəm. Amma bilirəm, bugün nə ya verişdəmi, ya qıraqdamı, neysə olacaq. Mən başıma gəlir. Buradakı, bunu da hiss eləyirəm. Mən heç gecə yatmamışam. Bax, indi də elədir. Ürəyim elə bir çıxıb düşəcək yerinə. Çox narahatam. Çox hədsiz dərəm. Burada da dərmanım qutarıb. Mənim tutum da buradadır. Mənim tutum da burada məni izləyir. Sənə də çoxlu salamlar, öpücüklər buradan. Narahat olma qızım. Heç vecivə alma, sınma. Elə insanın qabağında sınmağa dəyməz ki. Heç o vaxtda danışmağa dəyməz belə. Bir insan ki, bir dəqiqənin, bir saniyənin içində sevgisini yəni bitirir. Bir saat içində də gönlümdə, qəlbimdə kimisə var, dəyməz ona. Dəyməz. Bax, bir söz deyim də ömrüm, sən bax Arzu, burada bitireyim. Bax ömrüm, bir insan ki, sözüm Zarinyadır, bir insan ki, sağ ol tutum, çox sağ ol, Allah ömür versin sənə. Allah səni hər zaman var eləsin, mənə çox görməsin. Bir insan ki, 4 dənə övladını evlənmiş, belə qayğıdan azad olan övladını qoyub kiminsə arxasınca gəlirsə və burada milyonların içərisində özünü rəzil edirsə, ömrüm çox sağ ol, təşəkkürlər. Bax, o bizim totumuzdur o, Arzu. Özünü rəzil eləyirsə, bax, ömrüm heç dəyməz. Yəni, heç o Zarina ilə salam verməyinə dəyməz. O hansı şəxsiyyətinə, hansı şərəfinə durur oradan ekran qarşısında danışır. O qədər böyük oğlanların qarşısında, o qədər gəlin gətirdi, toy elədilər ona. Bunu bir ana kimi, bir nə bilim, nəysə də, heç onun haqqında belə danışmağına dəyməz. Mən sənə keçən dəfə dedim ki, nə qədər ondan uzaq gəzsəz belə o qədər sizin üçün yaxşı olar. Ancaq nə bilim, yenə o caynağına keçirdi. İnşallah yaxşı olar, xeyirlisi. Bundan sonra yəni papağımı qoy qabağıma, yaxşı-yaxşı fikirləş qızım. Bax, sən vallahi yəni çox dəyərlisən. Dəyər bilən insan üçün dəyərlisən. Hər kəsin səhvi olur, kimin səhvi olmur ki? Olur, səhvlər olur. Ancaq çalış ki, nə bilim, özünə bir gözəl yuva qur, özünə bir gözəl həyat qur, özünə bir gözəl həmdəm tap. İnşallah xeyirli olar. Heç də fikir eləməsə, gör, bugün neçə gündə hansı nətər olmuşsan ömrüm mən. Gəl burada biraz dincəl get. Gəl bacı gillə biraz dincəl get. Vallahi. Beynim yatır işim. Yatmamısan, hə, yoxsuzsa? Yata bilməmişəm ki, çox narahat olmuşam. Gecə saat 3-də, 4-də, səhərə yaxın. Hara getmələr. Üşürəm aşağı. Dəyməz qadası, vallahi dəyməz. Tutum, çox sağ ol, təşəkkürlər Tutum. Gəl bizə, gəl biraz qal bizdə get. Həmsə yazır, təşəkkür edirəm. Keşke elə bilərdim, amma
icazəsiz yoxdur heç yerə getmək, qalma. Gəlin məlumat verəsən. Allah, çox sıxılıram, çox pis gündəyəm. Burada belə saçımı rəhləməyə və yaxud da ki, orada O qırmızı stresi giyməyə. atmaq üçün. O stresi atmaq üçün. Elə müəllim dünən də deyirsən, deyir ayrılanıb Aman bax, rəhləməklər. Bilsən Arzum, bir söz deyim daha qadası sənə. Bir insan ki bir insandan bu sevgidən ayrılırsa, o insan da misal üçün sizə qarşı bir azcana diqqət olsaydı, sizə qarşı misal üçün nələrsə onda hiss eləsəydin, tamam, onun üçün dəyərdi ki, mən onun üçün bu qədər darıxmağa, yuxusuz gecələrə dəyər. Ancaq ömrüm dəyməz. Özünü məhv eləmə. Bax, biraz üstündə səhhətin var, səhhətində problemin var. Ona görə dəyməz. Çalışmaq lazımdır ki, insan qarşısında... Direktdə mənə yazıb, onlar telefon alıblar, nömrəni dəyişiblər filan filan, nömrəni salmır. Elə direktdə yazır ki, direktdə yazmışdı mənə. Direktdə səslər atıb, mən də atmışam qaynar xəttə. Yəni, məlum, büyük müzakirələr olacaq, yeni müzakirələr. Mənə deyir ki, sən deyir, xəstəsən da, deyir. Mən xəstəyəm, bəli. Amma nə xəstəsi? Onun da müalicəsi bu gün də götürülür. Mən yenə də sağalacağam. Vay adamın halına ki, ömürlük bir xəstə qalacaq bir xəstədir. Mən də ömürlük bir ömrüm. Bir söz deyim da. Birinci, bax sənə söz deyim. Allahın verdiyi dərdə heç kim deyə bilməz. İkinci də qalan yerdə sən məndən üstününün bir yanına geçsəydin, tamam, mənə yer eləməzdi. Gör, neçəsinin əlindən, yatağından bağışlayın ifadəmə görə. Burada dinləyicilər də var, burada bizi izləyənlər də var. Neçəsinin əlindən, yatağından çıxanın yanına sən getdin. Məndən üstünün yanına getsəydin, tamam, mən onu qəbul eləyərdim. Ancaq sən gör, hara getmirsən, hansı yuvaya gedib, çətiyə düşmüsən sən. O birsiz nə vaxt ayılacaq, bir vaxt ayılacaq ki, ucu 4 divar arasındadır, onda ayılacaq o. Bax, bunu da mən deyirəm, Arzu. Bilirəm, onu da mən yuxusunu da görmüşəm, hiss eləmişəm də, inşallah ki, elə də olacaq. Gecə gündüz hər namaz azam veriləndə əlimi açıram. Zarina sən, Mahir sən, Tutu sən ki, mən sizə nə elədim? Sizdən yaxşılıqdan başqa heç nə eləyə bilmədim. Tamam, insanın başına da nə gətirir? Bax qızım, o ürəyə açıqlığı, saflığı, onun kiməsə bir şəxsiyyətsizi şəxsiyyətli eləyib ortalığa çıxardanı, nə bilim, ona görə də heç üzülməyə dəyməz, heç elənçi bir insan üçün üzülməyə dəyməz, ha. Özünə qiymət verməyən bir insan üçün üzülməyə dəyməz. Həmişə oturanda təsəvvür elə ki, sənsiz həyat belədir da, 4-cü günü gəldi, indi başqa bizim yanımızdan çıxartmışdılar, o başqa sığınacaqda qalır. Mən qəfildən inanmadım, gördüm ki, gəldi, sığınacağını sağ olun, yəsilə dedi ki, Arzu, narahat olmayın, oturun söhbət edin, bu uşaq gəlib, değil mi, oturduq, söhbət elədik, danışdıq, kofi içdik, hə quzum, get gələcəm, filan, bəhmən, şirin. Buy, sən Zarina, sizin evdə gedim, dedim yazıqdır, o həmi ev yemək yesin. Mən həmişə burada pişirirdim, ona yoğurtuna kimi alırdım, onun hər şeyinə kimi alırdım. Dedim yazıqdır, o kalpasa saskə yeməkdən ölübdür. Dedim Zarina, götür, həmi sən sevgilindən geçsin, işləsin, həm də isti xörək görsün o. Mən onu qoymamışam kalpasa çörək yesin, mən hər dəfə yemək pişirmişəm, yedizilmişəm. İsti yemək yiyib. Qayıdıb deyibdi ki, hə, buy. 5-ci gündə gəldim ki, ayrılır. Tamam, olsun. Hər bir şeydə bir xeyir var. Arzuda qeyrətlidir, olsun. Heç kim Allah talanın yaratdığı bir bəndiyə pinə eləyə bilməz, heç bir deyə bilməz. Ancaq bir müddət, hardasa 1 ay mı, 2 ay mı, onlar Zarina'nın dəstəyi ilə ona baxa bilər. Sonra Zarina'nın bu sevgilisi də qoyub gedə. Zarina hələ çox yüzlərlə belə sevgililər görəcək. O ağılın sahibi olan insan yüzlərlə belə sevgililər görəcək. O Tutunu da özü ilə bərabər yazıq elədi o. Nədir? Tutun biraz maddiyyatı var əlində. O maddiyyata görədir. O maddiyyatda bitəcək. Nə vaxtsa bitəcək. Onda o yenə gələcək sənin ayaqlarına düşəcək. Onun ki, bilsən nə vaxta qədərdir, bax ömrüm. 12 əskərliyə gedənə qədərdir.
bu gün o əskər çağırdılar, o əskərliyə getdi, o sənə qonacaq. Onların heç birinə qonmayacaq. Atası sığınacaqdadır, doğrudur. Çünki atası mənə deyir ki, ona vankomat çağırır. Mən neyiniyim? Faktı sən orada mənə dedin, üstümə şər atdın ki, Mahir telefonunu qoyub sənin qızılını ödəyir. Mənim qızılımı ödəmir. Mənim qızılımı anam ödəyir. 78 manat mənim anam ödəyir. Çünki mən o pulu götürüb evimə xaçlamışam. Ya Mahirə xaçlamamışam, ya da kiməsə xaçlamamışam. Mən onda efirə gəlməmişdən qabağa, əməliyyat olmamışdan qabağa mən götürüb anamın evi. Çünki biz bir otaqda yatırdıq yay qış. Mən yayda atamın yanında soyunub yata bilmirdim. Baxma, qayıtmış qadına atamın yanında mən necə soyunub yata bilərəm? Şortekdən və yaxud da ki üstü açıq. Olmaz. Mən də qızım var idi. İki nişan üzüyüm var idi. Bir də özüm işləyib, online işində işləyib özümə sep almışdım. 6.74. 11 qram apardım, 1000 manat pul götürdüm. 1000 manat pul götürdüm, getdim anamın, anam canlı açanda yəqin ki görəcəksiniz. Lambirinlər, usta falan. 167 manat onu mən almışam, mən eləmişim. Çünki evimdir, mənim evimdir, anamın evidir, fərqi nədir? Amma sadəcə olaraq bugünkü gündədir ki, gənə də deyirəm. Mən gənə valideynlərimi mən atmayıb, ay yazıq. Mən bu gün də desəm ki, mən valideynim sənə bir söz deyim, bax sənə bir söz deyim. Nə qədər yaxşı varlıq olsa, nə qədər kim olur olsun, bugünkü gündə atan, anan sənin arxandır, köməyindir. Tamam, sən orada, mən bütün günü mən Zaurun verilişini deməli işdə də izləyirəm da, işdə olanda da təkrar izləyirəm. Deyirsən ki, yenə də qayıtmaram atamın, anamın yanına, ancaq ən böyük varlığın sənin, ən xoşbəxt bir insansan ki, sənin arxanda sənə dayaq, sənə kömək duran atan, anan var. Bugünkü gündə də belə sənə arxa dayaq duran sənin atan, anan var. Bilirəm. Yəni ki, mən genə də deyirəm, yəni ay yazıq, mən genə də haçansa da, nətər olsa da, neynəsə də, əlim heç nəyə çatmasa da, mənim gedəcək yerim var. O adamın halına ki, onun gedəcək yeri olmasın. Bir insan valideyn üz döndərməsin. İndi mən anam deyir, gedib üzüm döndərəcəm falan. Mən anamla genə də danışmıram. Bilirəm, anamı qəşəng tanıyıram. Atam hirslənmişdi, gərək Mahir eləmədi. İndi bir atanın, bir valideynin haqqıdır. Amma haçansa onlar da yola gələcəkdi. Haçansa, amma bugünkü günü sən onların qarşısında məni aciz qoydun. Nəinki milyonların qarşısında aciz qoydun. Aciz. Sən deyirsən ki, durursan canını açırsan, deyirsən ki, bu kayıtlar geçsin, mən atıb blokozda. Sən deyirsən ki, Arzu, müəllim, kişilərdən danışır. Hansı kişilərdən? Hansı türküm var mənim? Bu telefonu çıxardaram, gözünə soxaram ki, burada kimlərin nömrəsi? Mənim fanatlarım, mənə dəstək onlarını alırım. Mən hamısı qız nömrəsi, məndə kişi nömrəsi yoxdur. Niyə yalan danışırsan? Niyə böhtan açsan? Kişiyə xas olan hərəkət deyil. Bax ömrüm, bir dəqiqə sənə bir söz deyim də, tamam. Onun deməli şəxsiyyəti ora qədərdir da. Bəs onda o nədən getdi o qızın yanına? Elə kişilər qaydına qalandısa, Arzunu kişilərdən qoruyandısa, bəs elə o qızın nədir adı da yadımdan çıxdı ya, o xəstə qızın adı nədir? Tutu. Əsəbləşdim bütünlüklə. Bəs elə Tutunun 7-24 yanında kişilərdir da. Bəs ona niyə qısqanmır? Zarina'nın yanında 7-24 kişilərdir da. Qısqanmır. Wi-Fi da getdi. Wi-Fi da güvəyim. Dostlar, səsim gəlir, donmamışam ki. Yox, donmamısan Arzu, yox. Donmuşdun, açıldı. Nə bilməyim, özü bilər. Mən də uzaqbaşı bir ay, 10 gün çətinliyim olacaq. Elə yaxşıdır ki, verişə gəlmə. Elə yaxşı ki, qoymuşsan verişə gəlmə. Yoxsa halım çox daha da pis. O barədə sənə dəstəkləyirəm ki, verişə qoymuşsan gəlmə.
Tamam, boş ver, biraz özünü toparla, özünü al ələ. Yenə də deyirəm, vallahi elə insan üçün heç dəyməz. Dəyməz ha, dəyməz. Yəni ona dəyərdi ki, o səni buraxıb səndən bir səviyyəli bir qadının yanına gedərdi. O səndən qat-qat bir səviyyəsizlərin yanındadır. Ona görə boş ver, heç dəyməz. Əlbəttə ki. Mən həmişə onu oturub başa salırdım. Bax bala, mən yemədim onun üçün ona qızıl üzüyü aldım, falan elədim. Ən gözəl ayda mənə şər atırlar ha. Ən gözəl ay Ramazan ayı. Keçən ildə Ramazan ayında mənə şər atdılar. Bu ildə atın. Ən gözəl ayda atırsınız. Amma bunu Allah götürməz. Mən həmişə Allaha sığınmışam. Əlbəttə, Allah var göydə. Allah hər şeyi görür. Sən mən bəndədən nəyisə gizlədə bilərsən. Sən bəndələrdən ancaq Allah Taala'dan heç nəyi gizlədə bilmərsən ki. Keçən ildə çünki dünən keçən ildə də mənə belə böhtən Rəcəb ayında da Şabanın ayında da mənə şər atdılar. Ramazan gəlişini biz qarşılayırıq. Xoş gəlib. Amma ki, keçən ildə mənə bu vaxtı mənə şər atdılar. Bu ildə sən mənə şər atsan, amma ona bil ki, Allah götürməz. Allahın ən gözəl ayıdır, ən gözəl bayramıdır. Gəlir qarşımızdan. Amma ki, vallah götürməz. Elə bir böhtan aç ki, kişi kimi dinən ki, mən onu seçdim, mənim başımı yedirəm, onu seçdim, çıxdı getdi. Amma demək ki... Bax kızım, onu seçmədi ki, o maddiyatı seçdi. Onun qalmağa yeri yoxdur, onun xərcləməyə pulu yoxdur, onun necə deməyə belə bir sığınacaq bir yeri yoxdur. O maddiyatı seçdi, o onu seçmədi ki, onu da Zarina elədi. Onu da Zarina elədi. Olsun, inşallah haqq ədalət gələr yerini tapar, inşallah. Bəlkə belə bir xeyirlisi idi. Onsuz da bax qızım, o əskəriyə getdi. Sən də yadda yoxsan, Tutu da yadda yoxdur, Zarina da yadda yoxdur. Kaş o gələ düşə bizim bu bölgələrə. Kaş o gələ düşə bu Naxçıvana. Mən onu harda olur olsun axtarıb taparam. Kaşca gələ o bura. Kaş. Mən ona yazıram. Bankmatdan qaçır, çünki nömrəsini bilmirlər. Məndən gəlsin, mən nə işimə qabdı. TikTokda yazdı, mənə əxlaqsız söyüşlər atdı, təhqirlər atdı. Zarina da səndən yaxşıdır, Tutu da səndən yaxşıdır, mənə dedi. Onun üçün onun yanındasın da, tamam, git, tamam. Atdı bloka sözün dedi. Qaldı ki 25 manata, mənə 25 manat atmışsınız. Qəşəng, doğru. Birinci o 25 manat qalmıyorduk, xaçlamışam. İkinciyə qalandadır, mənim o cür telefonumu qırmışsan, 250 manat ekranıdır. Gətirəsən 250 manatı verəcəksən mənə, belə rast ki pislik istəyirsən, mənim telefonumu qırmışsan, gətirib verəcəksən mənə o ekranın pulunu, mən də sənin 25 manatını qaytaracağım. Yoxsa belə sən 25 manat verməyəcəm. Tamam, bax bir söz deyim, bax sənə, sən çox gözəl sual verdin, sən o sualın cavabını verim. Bir oğlan ki, oğlan adına layiqdirsə o insan, xanımdan 25 manatına, indi uşağa 25 manat girirsən, bir dən qaqavillə arırsan, 25 manatın söhbətin az müddət olsa sevdiyi bir xanımla tələb edirsən, vallahi onun şərəfi, şəxsiyyəti, ləyaqəti yoxdur. Atası buradan dirənir mənə 25 manat. Atası buradan dirənir 25 manatını istəyir, çünki onun atası göndərmişdi Zaksa görə. Aha, bir dəqiqə göstərəcəm. Bir dənə 40 manat, 100 manata görə bizim hər şeyimiz məhv oldu. Vay, gözəl izləyicilər, bəli, 25 manata görə sevən bir insan 25 manata görə sevdiyi bir insanı təhdid edir. 25 manata görə. Tamam, sizin də yorumlarınızı gözləyirik. Arzuya qarşı sizin də yorumlarınızı gözləyirik. Tamam, qoşula bilərsiniz Arzu. Kim qoşulmaq istəyirsə qoş. Onlar da haqqında sənə olan qarşı münasibət haqqında yorum al, fikir al. Xidmətə getmişik. Ödənişlər deyir ərzədə 20 manat bu, 20 manat da bu. Atası da mənə 25 manat pul atıbdı.
25 manat birincisi qalmayıbdı. Olsa da vermərəm. İkincisi belə prinsipə qalası mən buradan hamıdan ağız açaram. Sənin 25 manatını 2 dəqiqəyə tapıb verərəm. Mən xətrim çox istəyənlər hədiyyələr. Yox, Arzu qızım, bir dənə kartop mən sənin kartopa vurum, o pulu vurum, ondan da artığını vurum qadası. Heç narahat olma sən o 25 manata görə. At mənə kartop, mən o pulu vurum sənə. Vallahi 25 manat. Burada atası mənə dirənibdi. Orada da o mənə. Sənə deyir prinsipdən aldıracam deyir. Sən o 25 manat. Mən də prinsipə verməyəcəm sənə. Sən o pulu mən də prinsipə verməyəcəm sənə. Hə deyir Zarbax Şəlifə səs atacam. Dedim Allah şanı sansın, get at. At, hara səs atırsan denən at. Hara bilsən niyə getdi o Arzu? Orada Zahar dedi ki, səni mən nə deyib bu yurtda saxlayacağam, mən səni bu yurtdan aralayacağam, buradan gedəsən, yaxşı. Arzu buranın nümayəndəsidir, sizin işiniz bitirsə, o ona görə getdi Tutunun yanına ki, çöldə qalacaq, Arzu burada yurtda qalır, bəs onu buradan aralayacaqlar, o harada qalacaq? Ona görə o getdi. Arzu. Haycan. Salam kızım, necəsən? Yaxşıyam, siz necəsiniz? Allah köməyinizdə olsun. Sənə bir qurban olsun. Gör sənə nə deyirəm. Mən yataqxanada qalıram, tək qalıram da. Gəl qal mənim yanımda təmənnasız. Mən səndən heç nə istəmirəm. Gəl özünü yaxşı toparla, yaxşı özünü qaldırana qədər gəl qal, valla. Mən sənə heç sən də mənim qızım. Mənim qızım yox. Valla mən də deyirəm, gəl qal burada, sən bir 15 gün, bir ay, 2 ay. Gəl qal Arzu, buranaqdır, mən düz deyirəm. Ya elimlərdə qalıram mən. Özü burada toparlan, bax mən sənin üçün burada iş də ayarlayaram. Valla Qurana and olsun, iş də ayarlayaram sənin üçün burada. Özünü saxla, özünü toparla. Valla. Değməz. Mən səndən heç nə istəmirəm. Allah haqqı. Dəyirmi bu qədər sarsıntısına? Mən elimlərdə oluram. Mənim nömrəmi yaz, nə vaxt istəsən gəl. Sən də mənim qızım. Allah köməyinizdə olsun, yaxşı insanlar. Heç qalma sığınacaqda, valla. Niyə qalırsan orada? Hərə bir söz deyir, hərə bir söz deyir. Sən o sözlərə layiq deyirsən. Valla, sən yaxşı qızsan, ağıllı qızsan, tərbiyəli, mərifətli. Ürəyin nə vaxt istəyir, gəl. Mənim nömrəmi yaz, qızım. Sığınacaq deyil. Sənsə nə vaxtsa bir səhvləri olur. Biz səhvsiz bu yaşa gəlib çıxmışıq. Bizim də səhvlərimiz olubdur. Hamının səhvi var, əlbəttə ki. Səhvsiz insan ola bilməz. Səhvsiz bir Rəbbimdir ki, o da bizi qoruyur. Bir səhvsiz odur. Ona görə vallahi qızım, düz deyirəm, Qurana and olsun. Bax, mən sənə keçən dəfə də dedim, Arzum, bax, gəl bizə. Gəl, qal burada. Vallahi mən sən burada, mənim özümün yaxşı işim var. Sən burada işlə də təmin eləyərəm. Yanımda da səni işə götürərəm. Bax, başqa mağazada istəsən mağazada da qalmağa da ev var. Vallahi Qurana and olsun, bax, tək balam canına. Nə zaman istəsən, elə bil ki, burada sənin öz evin var. Valla, get işivi də işlə, gəl başını qoy, yat dincəl. O da elə olacaq. Prostini bugün həkimə gedəcəm, müalicənizi götürəcəm. Ondan sonra da verişlərin açıqlama olacaqdı. Mən yenə də deyirəm. Nə vaxt ürəyin istəyir, gəl, elimlərdə qal. Mən yemək axtarsam, mən işdəsin, mən körpəliyimdən mən işləyə gəlmişəm. Mən işdən qorxan qızı deyiləm. İndi əməliyyatlara girdim, biraz mən çıxıb gedirəm, adicə dükana gedirəm, 10 kilometr gedirəm, ləhliyirəm. Elə 120 kiloda çəkidəyim. Siz axı bilirsiniz nə var mı? Mən işləməkdən də qorxmuram. Malı cəbi də elə, malı cəbin üstünə düş. İnşallah indi giyinirəm, keçinirəm. Sadəcə o dərmanım da yoxdur. Sizdən bir dənə hədiyyələrdən dəstək istəyirəm ki, mədə üçün dərmanım qutarıbdır. Dəstək olun ki, o dərmanımı ala bilim. Çünki çay içə bilməm, hamısı yana-yana gedir. Çünki əməliyyatda olmuşam. Arzu, niyə çalışmışsın? Mən tort istəmirəm. Yəmirəm tort. Nə vaxt ürəyin istəyir, sən nömrəmi yaz, nə vaxt istəyirsən gəl. Mən o barədə mənə sual vermə. Bayaqdan söhbət elədim. Ondan sonra getdiyimiz hər şeyimizi də, əzələrimizin kağızını da göstərdim. Bunlara görə qaldı. Neysə, mən maraqlı da deyil. Yəni ki, mən fakt sübutdan dövlətin hərəkətindən eləmək istəyirdim. Bəziləri kimi gətirib evimə soxmaq istəmirdim. Ne oldu bu arada ne? Buyurun, hadi.
Boş ver. Haqq, ədalət gəlib hər zaman haqq ədalətin yanındadır. Ədalət də haqqın yanındadır. Bax ömrüm. Gəlib hamısı öz yerini tutacaq. Əlbəttə. Mən sənə bilsən bir də nə bax sənin sözümü deyəcəm. O gedəcək əskəriyə, o əskər kaş o gələ düşə bizim zonaya da. Tamam vallahi and olsun bugünkü günə ən gözəl günümüzdür da bu gün. Harda olursun mən onu axtarıb taparam. Kaş gələ düşə bizim zonaya. O əskəriyə gedən 2-3-cü günü onun gününü deyəcəm sənə. Onu sənin evindəki valideynlərinə yedirdəcəm. Mən özüm yox. Gələ düşə bizim zonaya deyəm də ona nə edəcəyəm. Ay aşağıdan yazırsan ha. Kaş gələ düşə də, ay şəxsiyyətini bilməyən, ay mənliyini bilməyən, ay özünü və evindəkini, anasını tanımayan. Özünü tanış ver, deyim kiməm və ona nə etdirərəm. Tamam, o kaş gəlsin düşsün bizim zonaya, mən ona deyəcəm. Onun o üşüst dişləri var ha. O üşüst dişlərini lagonda ilə yondurub dümdüz elətdirəcəyəm. O kaş gələ düşə bizim zonaya. Dəli deyim, əlindən deyəcəm. Abla, sən aparasan da mənə həkimə. Asiman deyim, əlimdən cazal gedir. Şey aparır, hasad xidmətə gedir. Oradan da gəlib həkimə gedir. Bax ömrüm, mən sənə bir söz deyim də. Bax Asiman, sən uduzdun onda ki Asimanla aralandın. Asiman başına daş düşsün. Məni istəyəndə deyirdi ki, mənə Hundan Elentra alasın. Elentra. Bu da məndən Elentra istəyir. Bəxtəvər başıma. Elə onun özündə. Bəxtəvər başım, məni istəyəndə müəllimə zada demişdi ki, mən arzunu istəyirəm, amma mənə bir dənə Hundan Elentra alasınız. Onu mən də Elentra'dan təri öyrəm. Elentra onda harasına yarasın Elentra? Vallahi bilmirəm. Elə çatır məndən deyir ki, maşın istəyir, ev istəyir, nə bilim, vallahi bilmirəm. Sən birinci kişinin mənliyi olmalıdır, şəxsiyyəti, vicdanı, ondan sonra elentrası olmalıdır. Onların hamısı kişidə toplanırsa, onun özünün hər bir şeyi olur. Mən də axırda müəllimə dedim ki, ay müəllim, mən yaxşı, tamam, mənim atam-anam alacaq, bu başqa məsələ. Amma bilirsən də, mən o yolun yolcusu deyiləm. Deyirəm, elə kişilərin arvadı bilirsən də, kimin qucaqlarında oturur. Maşını verir, susturur. Sana aşkımam. Ya biz zengin büyüdük ya. Düz deyirsən, normal kişi arzunu necədir? Anne ben de çay isterim ya. Nə deyir, nə olur? Ha? Ben şimdi bu benim bandı sesim.